Bəli, mən dinləyən hər kəsə salamlayıram. Qarşınızda mən Əmrəmə Doktoral və inşallah bugün sizdən aparat təminatı mövzusunu öyrənməyə çalışacağıq. İnşallah suallarınızı verin görək. İlk 5-10-luqda sual olan 3. 3-də mən 1 olmur. Mən seçeyim. İnşallah 3-cü sual belədir. Bir dənə buradan yan pəncərəni bağlayaq və 3-cü sualda başlayaq. 2, 4. Yalnız çıxış qurğusu olanları seçin. Sensor ekran nə üçündür? Həm giriş həm çıxışdır. Niyə? Çünki çıxışlı görüntünü görürəm, həm də girişli çünki əldən əmrlər verə bilirəm. Sanki dişlər əzidir. Deməli, həm giriş həm çıxışdır. Biri götürməliyəm? Yox, çünki deyir yalnız çıxış. Proyektor nədir? Yalnız çıxış, çünki yalnız görüntünü əzidir. Baxın, proyektora baxın. Modem həm giriş həm çıxış. Niyə? Çünki həm siqnalları mənə daxil edir, həm də mənim göndərdiyim siqnalları xaric edir. Printer yalnız çıxış, web kamera həm giriş həm çıxış. Yox, yalnız giriş. Çünki kamera yalnız mənim görüntümü daxil edir. Mən kameranın üzərində görüntü görmürəm. Görüntü gedir monitora, monitorda görürəm. Deməli, mənim cavabım nə olmalı? Yalnız çıxış. Proyektorla printer. 12. B variantı. 12. 9. Hansı klaviaturanın funksional düymələrinə aid etmək olar? Funksional düymələr nə deməkdir? Birdən F12 ilə olan düymələr funksional. Onda cavabımız olacaq A. Murad, Hacı bəy, suallarınızı verin. 9-a qədər var, sizdə başqa sual. 12. Yox mən. Yoxdur, o zaman 12. 26. 26 danışacağıq. Hansı uzun müddətli yaddaş qurğusudur? Uzun müddətli yaddaş necə yaddaşdır? Xarici yaddaşdır. Daxili yaddaşlar nə olur? Məsələn, əsasən registrdir, ramdır. Bunlar necə yaddaşlardır? Enerjidən asılı. Niyə? Çünki Proqram çıxardakı məlumatlar silinir. Uzun müddətlisi o deməkdir ki, Aytən, neynəməsin oradakı məlumatlar? Getməsin, silinməsin. Buna hansılara aid xarici yaddaşlar? Hard disk, SSD, sonra floppy disk, flash card, CD, DVD və s. İndi burada da mən variantlardan hansını görəm yalnız? Hard diski görəm. Hard diskin ikinci adı HDD-dir. Deməli, cavabımız olacaq HDD. Bir də bu monitor, proyektor bu tərəfə zəhmət olmaz. Mən bir dənə səhvim var. Sonraki sual. 12-dən sonra 32. 32. Tezsiz necə işləyirsiniz? Birinci dərsi oxumalısınız. Təkrarlamaz, ondan sonra test işləməz. Yoxsa testi işləyim, sonra baxım kitabdan qətiyyən ha. Neçə dediniz? 19 dedim. 19 dediniz. Yaxşı, 19-a birinci baxın, sonra davam edəcəyik. 18 də var. 18-ə baxalım. Uşaqlar, bax burada kompüterlərin xüsusiyyətlərini görürsünüz. Gəlin birinci mən elə bu sualı elə cavablandıracağam ki, bu sualdan o bütün suallara cavab verə bilərsiniz. Intel Core i bu prosesor. Önündə yazılan onun takt tezliyidir. 3.2 GHz normal. Burada gördüyünüz 8 GB DDR. DDR sözü gördümsə, DDR nə deməkdir? RAM deməkdir. Deməli, bu 8 GB nəyə göstərir? RAM göstərir. RTX 100% şeydir. Video kart. Uşaqlar həmişə mən deyəm, mən RTX falan Allah qalmayam. Video kartdır. Video kartı nə qədərdir? 4 GB. Terabayt HDD yazılırsa, yaddaşlı hard diskin həcmidir. 17.3 nəyə göstərir? Ekran inçini. Orada 2 dənə dırnaq nəyə deməkdir? İnç deməkdir. Bunu bilməyə nə var? İndi deyir ki, aşağıda 5 müxtəlif kompüterə aid parametrlər verilmişdir. Parametrləri müqayisə edin və ən güclü kompüteri müəyyən edin. Uşaqlar, bir kompüterin ən güclü olması ən vacib onun nəyindən asılıdır? Prosesorundan. Prosesor ən vacibdir. Hansının prosesori ən yuxarı yaddaşdadır? Birinci bax, D ilə Y-də prosesor ən yaxşıdır. İkisinə Core i7-dir və 3.6 GHz-dir. İndi prosesorlar eynidir. İkinci vacib şey nədir? RAM. RAM-a baxmalıyım. Hansının RAM-ı yaxşıdır? Y variantı. Bitdi. Mən yeni fikirləşdim, Intel Core-yə görə qaldı. Bax, burada tutaq ki, 1 TB hard diskdir. Burada 512 GB SSD-dir. SSD daha yaxşı olduğunda mən nəyə götürməliyəm? SSD-yə götürməliyəm. Başa düşdünüz? Və də SSD-dən vacib daha şey mi var? RAM daha vacibdir. RAM-ın yüksək hansınındırsa, ən birinci yüksək nəyə baxmalısınız? Mən ona sual verim. Ən vacib prosesordur. Prosesorlar eynidir. İkinci vacib olan şey RAM-dır. Hansı RAM yuxarıdırsa, cavab odur. Orada Əgər, məsələn, atıram, digərində 1 TB SSD olsa belə, RAM-ı hansını yaxşıdırsa, yaxşı kompüter o hesab olmaz. Əslən vacib video kartı. Video kartı vacibdir. Amma oyun üçün vacibdir. Məsələn, mənim kompüterin video kartı demək olar yoxdur, son səhiyyə. O iş üçün işləmişsiniz. Amma iş üçün mənim bütün işlərimi görə bilirsiniz. Görmüşsünüz mən kompüterimi durduq yerdə donsun. Çox belə ağır işlər gördürəndə donur. Eyni vaxtda 4 proqram, 5 proqram işlətirəm. Və yaxud da yadımdan çıxır bir həftə kompüteri restart eləmirəm. Onda kompüter donmağa başlayır. Nə dedim Miraba, buyur. deyirdim ki, D ilə Y-də nəyə dəyişsək, D güclü olaraq. SSD qoysaq, bir də RAM-ı da dəyişsək 32 GB. Elə video kartının... Məsələn, belə düşün. D-də də ona 32 GB DDR-dir, Y-də də 32 GB DDR-dir. Onda hansının SSD-si yoxardırsa,
O yaxşı olmuş olacaq. Başa düşdüm. Və yaxud da inşallah Y variantında həm də video kart yaxşıdır. Video kartın yaxşı olması 8 istəyir. GB bir RAM var. Onun 6 GB. İndi inşallah bir məsələ var da. Mənim kompüteri nə üçün istifadə edəcəyim də mənim üçün vacib. Ola bilər ki, mən oyun üçün istifadə edirəmsə, əlbəttə mənim üçün vacib olan nə olacaq? Oyun. Ən Video kartası. Amma yenə video kartası yaxşı olsa belə, prosesor zəifdirsə bir işə yaramayacaq. RAM zəifdirsə bir işə yaramayacaq. Ona görə prosesor, RAM, ondan sonra bəlkə video kart, sonra da Video kartı güclü olub, prosesor zəif olanda prosesor ona güc verə bilmir. elə fikir verin, sanki bunlar elə nələr arzuqla düzüldülər. Nəliyə arzuqla düzüldülər elə? sıralama. Elə vacibli arzuqla düzüldülər. Fikir verirsə elə vacibli arzuqla düzüldülər. Başa düşsün onların fərqini. Bax, ona 100 dənə sual çıxarda bilər. Ha, sənə deyər ki, hansının video kartı yaxşıdır? Atıram, bir sual. Hansının RAM-ı daha yüksəkdir? Və ya da sual verin. İkinci kompüter, birinci kompüterdən nəyinə görə yaxşıdır? Məsələn, burada gördüyünüz A variantı, B variantından nəyinə görə yaxşıdır? SSD, HDD-dən. Ekranı bir A, B-dən ekrana nəyinə görə Ekrandan. yaxşıdır? ekrana görə. Yalnız A, B-dən. ekrana görə də yaxşı sayılır. Ekran o qədər Hə, vacib. AB-dən nədir? Hə, A, B-dən yaxşı. B, A da nəyinə görə yaxşıdır? RAM-ına görə. Video Sonra kartın RAM-ına görə. video kartına görə. Birinin video RAM-ına kartı görə. 4 GB-dir, birinin 6 GB. Ay sol, bir də prosesora. Yox, hə, ay sol. Birinci Core 3-dür, birinci Core 7-dir. Onun Core 7 yaxşıdır. Əlbəttə Core 7 daha yaxşı. Yo, 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 yo. Nasıl sürətdə? Ən axırıncı hansıdır? Bir də mən i3 tam ən sonuncu nəsil olsun, bir də var i7 ən köhnə nəsil. Fərqi olaraq mən Düz deyirsən. Amma yenə də 7. 7 təbii ki daha bahalı. Yaxşı, sən alanda 7 alacaqsan, 3 alacaqsan. Mən AMD işlədim. Bəs söyle. Intel'dən. Heç kimə Core 3 alır? Büdcəsi Core 3 biraz olmayan. Büdcəsi olmayandan. Core 3 Sən gözü öyle. yox, başa düşürəm sən. Amma sən əldə seçim varsa, yaxşı olarsa, əlbəttə Core 7 alacaqsan. Amma düz deyirsən. Pul anonsda. Əsas GB-dır. Amma zaten məntiqi baxımdan baxsa, əsas GB-dır. Bu doğrudur. Amma yenə Core 3, Core 7 olmağı da vacibdir. Yaxşı olar ki, Core 7-nin təzə nəsli. Onun zaten ofisinin prosesor olaraq güclü olacaq. Bir də sən bir şey ala bilər. Sən orada gördüyün nədir onun? Bəzi nüvələr nə olmuş ola bilər? Bağlı olmuş ola bilər. Sən tutaq ki, görürsən ki, Core 7 3.2. Nə bilirsən bütün nüvələr açıq deyirsiniz. İndi bunlar hamısı bir variantda deyəsən, konkret deyə bilirsən ki, hamısının eyni nüvəsidir. Hamısının nüvəsi eynidir. Amma sənə elə ola bilər ki, Core 7 yazıb 3.2 yazıb, o nüvələrin bəziləri nədir? Bağlıdır. 5 nüvəni açırsan, onda qalxır neçə GB. Başa düşdünüz? Sən bunu hardan bilirəm? Bir dənə tələbəm var idi. Dünən harada 5 minə kompüter alıb. O Monster Notebook görmüsünüz, oyun kompüteri. Ondan alıbdır, 5 min alıbdır. Burada şu deyirəm, 5 min nəyinə vermirsən? Açıram, baxıram, şey zəif görsən, prosesor zəif görsən. Baxıram, 2 GB prosesor görsən. Deyirəm, 2 GB prosesor nədir? Sonra sənə baxıram ki, nəyə bağlıymış? Nüvələri bağlıymış. Nüvələri bağlı olar 2 GB. Nüvələri açanda çatipdən soruşdu 5 GB yaxınlaşdır. Yəni görüntü tam olaraq əmin eləməyəməz. Əminliklə baxmaz. Ona görə Core 7 yaxşıdır. Nəysə, son stok qalışı var. Çalışın bu qədər son stok qalmıyor. 8-ci sualdan sonra. 24. 19 demişdim. 19-dan sonra. 19-a bir dənə baxaq. Deyir ki, notebookun diaqonalı 21 düyüm olan monitörün $2.54-də vururdu. bir düyümümüz 2.54-dürsə, 21 düyümdürsə, santimetr tam olsun eləyərsən, 21 vurarsan 2.54-də neçə eləyərsən? 53 nə qədər eləyir? Hər nəsə də indi uşaq. Yuvarlaqlaşdırırsınız, götürürsünüz. Mən olar bir də video saxlayacağım. Hazırda deyirsiniz anlar. Nəysə, 19-u başa düşdünüz. Cavabı özünüz anlayarsınız. 19-dan sonra 32. 32-yə qədər. Yoxdur? 25 yazmamışım. Yoxdur, Hüseyin sən sualın. Light mən demişəm. Hələ ki yox. 25. 25 yazmamışım. 25 soruşuram. Baxın, klaviaturanın xidməti klavişləri olan sıranı göstərin uşaq. Ümumiyyətlə, xidməti klavişlər hansı klavişlər? Y variantı. Əlavə klavişlər. Bax, bir hansı cərgəyə baxın. Funksiyon var. Funksiyon var. Y də çıxdı mənim. B variantı. Home nə deməkdir? F. Home, yox, Evlədir. home hansı variantıdır? Xidməti. Klavişdir home. Xidməti deyil. Xidməti. Home kursoru idarə edəndir. Home'dur, enddir, page up'dır, page down'dur. B'də home var, B getdi. Əlavə düymə deyil. Onu page up. Y'də də nə var? F12 var, getdi. Burada da C'də də page up, page down var, getdi. Amma ki, D variantında hamısı əlavə düymədir. Görən Enter'də, Ayda. Tab'da, Control'da, Insert'də, Delete'də. Delete neyniyir? silir. Sağdan bir Sağ silir. silir. Sağ. Sağdan bilsin. Tab neyniyir? Abzası Abzası. məsafəsini buraxır. Enter neyniyir? Sağ. Yeni Sağ. paragrafa keçir və yaxud da linki yazsın, enter'ə bassan həmin Onlar bir şey. Yəni okey düyməsi qısaca. Control Böyüdü. Yox. kombinasiya yaratmaq üçün qısaca. Control'dur, shift'dir. Bunlar kombinasiyalar yaratmaq üçün. Altdır. Bunlar da əlavə düymələrdir. Başqa hansı əlavə düyməmiz var? Numlock, başqa caps lock,
backspace, Alt. alt dedim zaten. Belə bular. Mən həm var. F1-dən F12-yə qədər funksiyalı da F-nin özü əlavə düymədir. Niyə əlavə düymədir? Çünki o register dəyişir. Ya məsələn F1-lə sən həm HelpCube pəncərəsi aça bilərsən, həm işıq azalda bilər, atıram. Yəni kompüterdə başqa. Sən normalda ona basırsansa işıq azaldır, F-lə basanda help olur. Və ya da tərsinə. Başa F-lə deyil. Məsələn sən Alt F4-ə basanda proqram bağlamalıdır. Bağlamırsa, deməli nəyinə basmalısan? F-lə basmalısan. Deməli orada ardıcılı dəyişiblər. Sən orada əsas seçirsən. Əsas məsələn işığı artırmaq seçmirsənsə, əsas o işləyir. F-lə o bir işləyir. F-ən lock deyirlər. Hə, məsələn, F-ən sanki dəyişdirmək üçün. Insert nə üçün? Insert əlavə etmə rejimini açır. Belə çox vacib olan bir düymə. Həm var. PowerPoint-da xidməti deyil. Nə? Həm. Nədir bu? Home dedim axı sətrin əvvəlinə gedir. Onu demirəm. PowerPoint-da yuxarıda yazılır. Tab. O home. Sən home tabı ilə home düyməsini qarışdırırsan. O home tabıdır. Sən home düyməsinə basanda sən home tabına aparır. Yox. Elə bir şey olsa düz deyirsən. Şolar, alt düyməsi elə bir iş görür, alta basın, yuxarıda hərflər çıxacaq. K-ya bassan məsələn, H-ya bassan gecə home-a, I-ya bassan gecə insert-də. Belə şeylər göstərəcəm sizə. Nəysə, 25 keçdik. 25-dən sonra 26. 26. 26-ya baxaq. Yeganə səhvini görək nədə o bizim olar. Hansı yadda xarici yaddaş vurgusu deyil? RAM. RAM. Daxili deyil. Bu qədər son. SSD xarici yaddaşdır. Ən sürətli yaddaşdır. Xarici yaddaşların ən sürətlisi. Hard disk sərtdir, qırıla bilər, keçmişik. Flash kart həcmi kifayət qədər böyük də ola bilər, kifayət qədər balaca da ola bilər. O qədər sürətli bir yaddaş deyil. Məsələn, yenə deyirəm, əzizin keçsin flash kartına biz əmələ istəyirəm Windows-u yükləyənə üzr istəyirəm. Word-ə Excel-i yükləyənə qədər kifayət qədər vaxt çəkdi. CD cəmi 650-700 MB həcmi var, amma xaricidir. Amma RAM daxilidir. Ana platada yerləşir, yeri daxilidir. Operativ yaddaşlar deyirlər buna. Başqa nə deyirlər? Əməliyyat. Əməli yaddaşlar deyirlər. Enerji asılı yoxsa yox? Asıldır. Qiymətini al. 34. Və RAM-ın Səhv şey artıqca kompüter qiyməti artır. 32. 31. Yox, kompüterin çox təsir edir RAM-ın qiyməti. 33. 33, 31. 31. Əgər operativ yaddaşın həcmində çatışmazlıq yaranarsa, bu kompüterə necə təsir edir? Kompüter daha yavaş işləyir. Kompüter daha yavaş işləyir. Və yaxud donar. Yaxşı, bir də sual var. Belə bir sual verirəm. Əgər operativ yaddaşın həcmi bitdisə, nə olar? Böyük Sizin olur. proqramda yox idi, mən belə izah edeyim. Virtual yaddaş adlandırılan bir şey var. Kompüter götürür, hard disk yoxdur və ya SSD yoxdur. Orada özü bir yer olur. Ki, neyinə bilsin, işini davam elətdirə bilsin, axı RAM axı dolub, yeni bir proqram açmaq lazım. Proqram açsın deyə özü bir yer oğurlayır. Onu oğurladığı yerə deyirlər virtual yaddaş. Bilsən virtual yaddaş nədir? O Redmi-lərdə var ya 4+2 RAM. Hə. O 4+2-si var ha onun. O +2-ni götürəndə onu nədən kəsir? Yaddaşlar. Əsaslı yaddaşdan kəsir. O da yəni özünə nə yaddaş yaratır? Virtual yaddaş yaratır. Amma virtual yaddaş RAM-ın özü qədər sürətlidirmi? Xeyr. Məndə 4+4 yaddaş deyirəm 8 GB. Yox, 8 RAM deyil. Elə adını 8 kimi görürsən, amma sən o 4+ açırsan ha, lazım. Yaddaşdan gedir o. Yaddaşdan gedir o heç. Amma məsələn sən eyni vaxtda 5 proqram tutaq ki, istifadə edirsən, bunun həcmi eləyir 5 GB. Artıq o əlavədə 1 GB işlətməlidir axı. Görəcəksən ki, 1 GB atılan kimi nə etməyə başladı telefon? Əlavə 1 GB istifadə etməyə başlayan kimi artıq donmağa başladı. Çünki yudsan necə? Mənim 8 GB. Çünki o yaddaş o qədər sürətli yaddaşdır. Başa düşdünüz? Hard disk əgər o qədər sürətli yaddaş olmuş olsaydı, donmazdı. Yəni SSD-dən yer ayıranda biraz sürətli olur. Flash kartdan ayrılsa ümumiyyətlə başını buraxın, yaxşı deyil. 32. Video adapterin əsas funksiyası nədir? Video adapter ümumiyyətlə nə deməkdir? Video kart deməkdir, video adapter deyirlər buna. GPU. Qətlinin zipi nədir? Zip başqa şeydir. GPU mikroprosessordur. GPU deyirəm. GPU. Qrafik prosesor Amma belə adı yoxdur proqramda GPU. İngilizcə GPU. Ola bilər. Amma bu adı yenədir. Proqram daxilidir, bir şey qarşılaşmayacaqsın. Onda mən bu olacaq. Amma bir video adapterin əsas şey nədir? Şəkillərin, videoların nəyini? Proqramların Ekranda olan işləməsi. görünüşünü yaxşılar. Yox, proqramlar işləmə sürəti RAM-dan prosesordan asılıdır. Hə. Video kart görüntünün görsənməsidir. FPS və s. monitordan asılıdır, video kartdan asılıdır. Dəstəkləməsi üçün isə FPS-i proses və RAM-dan asılıdır. Belə oldu zaman. Bəli. Devam Qrafik salsaya təsvirlərin bakalım. emalı və ekranda ötürülməsi və ya da görülməsi. Yəni həm video, həm şəkil hamısı 33. 36 gəlmə. 30 kimi saldı. 33 mənim.
Bayaqdan danışırıq da bunların fərqini. Ha. Hansı sürətlidir? SSD. SSD hansı Oxu qırılır? söylə bir də. HD. Kaçlıdır tez qırılır. SSD isə daha sürətlidir və gec qırılır. Çünki xarici zərbələrə qarşı daha dayanıqlıdır. Deməli variant Bu. 33-dən sonra 36 müəllim. 36 37. proqram təminatının əsas kompüterin hansı yaddaş qurulusunda quraşdırılır? Uşaqlar demək olar bütün proqramlar hard diskdə quraşdırılır və ya SSD quraşdırılır. Əgər variantlarda hard disklə SSD varsa, heç vaxt sual düz ola bilmir. Çünki ikisini də quraşdıra bilərsən. Məsələn, ümumiyyətlə məndə hard disk yoxdur, məndə sadəcə SSD-dir. Hamısı SSD-dir. Variantlarda hər hansı bir xarici yaddaş olur. İndi flash yaddaş dediyi flash kartdır. Amma sən flash kartda xüsusi proqramlar saxlaya bilməzsən. Niyə? Çünki flash kartı neyləmək zərurətin var sonra, bir müddətdən sonra. Çıxarma zərurətin var. Kompüter isə birbaşa deyil deyə, sən hər hansı bir məlumatı flash kartla gətirib daxil eləyərsən, orada kompüterə köçürdərsən və ya kompüterdən flash kartı köçürdərsən. Amma birbaşa proqramların özünü flash kartı saxlaya bilməzsən. Ötürmək üçün saxlaya bilərsən, o başqa. Amma birbaşa saxlayamazsın. Çünki həm sürəti zəifdir, həm də ki, yararlı deyil olur. Yəni o olsa dizayn edilməyib. Onun üçün dizayn edilir. 37 A-dır, bayağı Qrafik və təsvirləri emal eləmək üçün bəli, video adaptə edilməsi. bayağı bir şey oldu. Sonra 42. 42. Məndə də 42. Murat, sual vermirsən. Xəyal, sual vermirsən. Acı bəy, sual vermirsən. Vermirsən deyir, nə ver. Vermirsən şey deyil, vermə demək deyil. Təkliflərdən deyil, hansılar doğrudur. İnformasiya xarici yaddaş qurğularında saxlanılır. Əlbəttə, Hüseyin yığışdır telefonu. Əlbəttə, informasiya xarici yaddaş qurğularında saxlanılır. Keç yaddaş informasiyanı daimi olaraq yadda saxlanır. Səhv, keç yaddaş nə üçün ümumiyyətlə? RAM-la prosesor arasında əlaqə yaradır. İki cürü, level 1, level 2. Topdan çıxartdığınla keçdəki bütün məlumat neyini gedir? Keç bilsin nədir uşaqlar? O telefonu belə şeydir, sürüşdürürsün, pəncərələr gəlir. Allah keşlərdir. Sonra Prosesorun nüvəsi yanında. prosesorun nüvəsi yalnız mürəkkəb riyazi hesablamlar üçün nəzərdə tutulmuşdur. Yalnız söz deyilsə, zaten böyük ehtimal düz deyil, amma yenə əmin deyilik, saxlayıb var. Tez də belə işləyirlər. Variant saxlayın, hələ heç saxlayın. 10 sayıda variant saat. yoxdur. Nəysə, 200%-dən zaten. Bəli. 200%-dən deyil, səhv. Səhv. 200% səhv olduğunu, Dörd də 2 olan səhv. variantdan hamısını siləcək. Variantdan işləməyə bacarın. Qurulmuş BC. sualında və bu tipli suallarda, seçmə suallarında siz səhv eləməməyiniz lazım. A deyil. Yandı. Çünki variantdan işləyib cavabı tapmaq olur. Nəysə, 2 olanların hamısını silirik. Mən BC. Getdi, getdi, Y. getdi. Deməli 500% nədir? Düzdür. Bir də 100% düzdür. Deməli 3 səhvdir. Qurtardı. Gördünüz, artıq mən nəyə qənaət eləmiş oldum? Vaxta qənaət eləmiş oldum. Amma biz dərs izah edirdik və bütün variantları izah edirdik. Deyil. Amma normalda imtahanda edirsən, qurtardı getdi. Əminsənsə, mən o bir variantı oxumağa vaxtım yoxdur, niyə oxumalıyım ki? Başa düşdünüz mən? Sən başa düşdün? Düzgünləri oxu. Prosesorun nüvəsi yalnız mürəkkəb riyazi hesablamaq üçün nəzərdə tutulub, avtomatik gördüyüm ki, səhvdir. Gördün mü? Üçdə şübhəm var ya, artıq şübhəm arqadan qalxdı. Ümumiyyətlə, yalnız söz yazılıbsa 100% bu nədir? Səhv. Bu ehtimal. 100%. Həmişə deyə bilməm. 5 oxuyaq. 4. Ekranın üfüqi və şaqili istiqamətdə nöqtələrinin sayı ekran çözünürlüyüdür. Bəli. 1920-ci il. Ən sürətli xarici yaddaş qurulusu səhv qətiyyən. Ən yüksək yaddaş qurulusu SSD-dir. Flash kart sürətlidir, yoxsa hard disk bəs? Hard disk. Hard disk. Çünki biz deyirik ki, SSD hard disk. O bilən adını çəkmirik. Mən o bilən hamısı hard diskdən nədir? Yavaş. Zəif. Yavaş, sürəti zəifdir ki, adını çəkmirik. 42-dən sonra Mən 46. 43 var. SSD xarici yaddaş qurulusudur. Düzdür. Bəli. Skaner giriş qurulusudur. Bəli. Printerlər lazeri və matriksi olmaqla yalnız ki, yalnız söz deməsədir düzdür. Amma yalnız deyil deyə səhvdir. Disket ən sürətli yaddaşdır qətiyyən. Disket 1,44 MB həzm olan yaddaşdır. Ən sürətli deyil. 1-2. Mikrofon çıxış qurulusudur. Giriş qurulusu. Şey var. Qurulusudur səhv. Özünüz düzü səhv dedik, özünüz variantı çıxarlarsınız. 43-dən sonra Mən 46. 46. Hansı fikir yanlışdır? Deyim mi? Kredit kartlarının arxasında bax, yanlışdır sözünün altına və ya da doğru sözün altına bir şey xət çəkir. Həmişə orada qara olur. Bəzi hallarda sınaqlarda konulduğunda qara gəlir. Kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı müəyyənləşdirmək üçün maqnit skanerlərdən istifadə olunur. Düzdür. Zaten maqnit skaneri onu söylüyor. İnformasiyanın yaddaş qurğularında emal olunaraq prosesorda saxlanılır. Təbii ki. Tərsinə, prosesorda emal olunur. Yaddaş qurğularında saxlanılır. Deyil müəllim. Ümumiyyətlə, emalın getdiyi yeganə yaddaş hansı yaddaşdır?
Yeganə yaddaş hansıdır? Emalın getdiyi yeganə yaddaş. Keş, yox. Registr yaddaş. Registr, Yəni registr. registr yaddaşı nəyin içində olan yaddaşdır? Prosesor. Hamı dəftərinə yazır. Emalın öz bir dəqiqə yazdırmışam bunu. Dəftərdə oxuyarsınız. Ha, bax. 100%. Qalanları da oxumağa gərək yoxdur. Çünki vaxtımız az yeni mövzu keçməliyik. Sonra Mən 50-yə səhv yazmışam. 50-yə qədər var. Səhvdir. 50-yə qədər yoxdur. Şöyle bir də çalışın birinci səhvlərinizi özünüz düzəltirsiniz. Ki vaxtımız az keçsin. Az sonra var. 1 Gördüyünüz üzərdən çünki elə səhvlər var ki, necə səhvlərdir? Elementardır da, adam Cavab təsadüfən çaşır, səhvdən var. və Texnik səhvlərdir. Deyir, sistem Bəli, blokun bəli, daxilində olan cavab xarici yaddaş qruplarını müəyyən edin. Bax, demir Ay, ha, yaxşı. ana plata üzərində. Deyir, sistem blokun içində. Çünki xarici yaddaş qrupları deyil, hamısı nəyin içində deyənəm? Sistem blokun içindədir. Sadəcə bir fərqi var ki, hard diskin. Hard diskin həm xaricdə olanı var, həm daxildə olanı var. Xarici hard disk hardan taxılır? Kənardan üzbü ilə taxılır. Daxili hard diskdə birbaşa ilə Mən Platon 205 deyil. yazmışam. platanın üstünə qoşulur. Nəyin içindədir? Sistem blokun içindədir. Əgər platanın üzərində olsaydı, o necə yaddaş olardı? Daxili yaddaş olardı. Amma platanın üzərində deyil deyə xarici yaddaşdır. Mən 205 Nəysə, hard disk yazmışam. də oradadır, RAM da oradadır, ROM da oradadır, SSD də oradadır. Düz cavablar düzdür. Bütün cavablar düzdür. Deməli, sual. Həqiqi. bəlkə xarici yaddaş Uşaqlar, burada bizi sərt saçır. olanlar Bizə nə deyil. demək istəyir bu? Deyir ki, ana plata üzərində demək istəyir. Saçıb bir sərt disk yazır. Və yaxud da yalnız söz yazsaydı, tamam. Hard disk həm kənarda olur, həm daxildə olur. SSD həm daxildə olur, həm xaricdə olur. Bəlkə görə bildiyimizi deyir. Elə ola bilər. Aa, düz deyirsən. Xarici yaddaş qrupusu deyir. Düz deyir. Sual tam oxumaq lazım. Alımı qaldırma. Ümumiyyətlə, Nə yox. dəxli? Məsələn, deyir, belə etiraz elə. Düz. Vallahi qaldırma. Elə çox belə mürəkkəb bir şey dedin. Aşağı salma. Uşaqlar düz deyir. Niyə düz deyir? Çünki burada xarici yaddaş sözü var. Əgər desəydik ki, aşağıdakılardan hansı sistem blokunun içindədir, cavab nədir? Sən. Hamısı. Sual da səhv olar. Hə. Amma burada konkret deyir axı xarici yaddaş qrupları. Ona görə hansıları götürməliyəm? 1 Bir də dört. və 4. Dedim də bəli, inanmadı. Sonra- Mənim balım Mən Sən varianta bax. Nəysə, sonra Mən 52 ilə D yazmışam. 52. Görək bu 52 nə deyir şu an? Video keyfiyyəti yaxşıdır. Bəli. Bir dənə onu yükləmək problemi var da. Zoom-la falan onda həcm az olur. Bu Mən keçən dəfə 2 də yaxşıdır mənim aklım. Bir tane amma telefonla bir üstünlüyü var. Nə qədər böyüdünüz şeydə, YouTube-da. Rahat olacaq. Zoom-da o qədər böyüdəməyəcəksiniz, keyfiyyət təzir. Doğru təkliflər bir müəyyən edin. Skaner kağız üzərində olan informasiyanı kompüterə daxil edən motor. Düzdür. Bəli, düzdür. Doğrudan skaner Bəli. düzdür. Monitorun üfüqi və şaqili nöqtələri dedikdə onun diagonal nəzərdə tutulur. Xeyr, pikselləri nəzərdə tutulur. Diagonal deyəndə onun nəyə nəzərdə tutulur? İnci. İnçini inç olduğu necə tapılır? Diagonalı ölçürsən, 150. işlem 154-ə bölürsən və tapırsan. Lazerli printerlərin sürəti 1 saniyədə çap olmaz simvollar yox. Səhifələr. Bir dəqiqədə Səhifələrdir. səhifələr. Lazerdə və şırnaqlıda bir dəqiqədəki səhifələrdir. Amma desəydik sənə literliyinə matrixdir, bu necə olur? 1 saniyədəki simvollarını sayır. Çünki onlar necə simvollar çap edirlər? Dənə-dənə, bir çap edirlər deyə. Onda dənə sayıdır. Saniyədə olan dənə sayır. Amma lazer ilə şırnaqlı vərəq çap edirlər deyə. 1 dəqiqədəki vərəq sayıdır. Başa düşün. Əzbərəsiz yadınızda qalan deyil. Monitordakı piksellərin sayı nə qədər çoxdursa bəli, görüntü o qədər keyfiyyətlidir. Qırılır, O bu sənə tez. düzəldi, 1 düzəlmədisə 4 5 C var. Yəni. Uşaq var. xəyal düzəldi. O birlərdən soruşun bəlkə ondadır. Sonra mitdə çox internet götürür, axı sürət qırılmamalısınız. Şey deyil ki, uzun deyil. Nəsə davam edirik. 4-ə qədər danışdıq. 5. Klaviaturada delete Düzdür. klavişi sağdakı simvol olsun. İndi özünüz daha müəyyənləşdirərsiniz. Sonra Mənim 55-ə B yazmışam. Sonra bir dənə məsləhət verirsiniz. Siz sualı işlədikcə hansının düz, hansının səhv olduğu yaddan çıxmasın. Qabağına nə qoyun? Plus qoyun. Mütləq. Bir də siz nədə çalışmayın. Yanlışları istəyər. Neynərsiniz qabağa? Doğru. Plus qoyarsınız. Sonra elə bilərsiniz ki, plusları mən götürməliyəm. Orada çalışmayın. Onda başqa bir işarədən istifadə edin. Quşdan istifadə edin. Və ya X-dən istifadə edin. Başa düşdünüz nə demək istəyir? Bəli. Doğru səhvi pluslardan eləyə bilərsən. Amma yanlış söz gördünsə, orada təhlükəlidir. X-dən və ya da OK işarəsindən istifadə edin. Plus səni qaçışdırar. Sonra Mən 55. və variantı götürəcəklərin şey olsun. Quş olsun, götürməyəcəklərin Yer dərsiniz uzundur.
Keçə bildiyimiz qədər keçəcəyik. Proqram Bir 10 dəqiqə artıq qalsa. Başlayaq. 10 neçədən şey qaldı. bitməlidir. Mənim elə 60-a kimi deyil. So, tarda uşaqlar bir testizi deyil də kimsə 55 55 Deyim 55. 55. Lazi printerin çap sürəti 1 dəqiqədə çap edilə bilən səhifələrin sayı 22, ilə 180 ölçülür. Çap sürəti 22 ppm olan printer 180 saniyə ərzində neçə səhifə çap edir? Deyim 3 abi. dəqiqə. Vurursan da 180 vurur. 180 bölü 1960 yəni. Aha. 1 dəqiqəmiz 60 saniyə. Aysa. Neçə dəqiqə eləyir? 60. 3 dəqiqə eləyirsə, deməli 10 saniyədə başa Dəqiqə düşdün. çevir. Kim sual idi? Yəni. Başa düşdün? dəqiqə. Bir dənə də zəmin Bax, qaldı. belə deyim sənə. 1 dəqiqəyə nə qədər çap edir? 22. 22. Neçə saniyən var? 180. 180. 180 saniyəsiz dəqiqədir. 3 dəqiqə. 3 dəqiqə. 1 dəqiqə 22 çap edirsə 3 dəqiqə nə qədər çap edir? 60. Başa düşdün? Mən Nasıl dedim? 22 180. Sən çoxa saniyədir, ona görə çox durmadın. Sonra Saniyəni dəqiqə çevir. var başqa? Yox. Dəqiqə çevirmişə vurur. Mənim 58 59 60. Uşaqlar, artıq bunların hamısını izah eləmişəm. Deyək ki, kompüterin parametrlərinə əsasən uyğunluğu müəyyən edin. Əməli yaddaş, hansıdır bunlar? Gəl bir bunları deyim, özünüz müəyyənləşdirərsiniz. Intel Core i7 6700K. Bu nə idi? Proses. Prosesor. CPU. Sonra DDR32 RAM. RAM. 2 TB hard disk. Zaten hard diskin əslində özü göstərir. Bax, Ford sözü gördünüzsə və yaxud da RTX gördünüzsə, video kart 100%. 4 GB video kart. Və yaxud arıcılığı da bilə bilərsiniz. Bu arıcılıqdan gəlir. Sonra burada LED sözü gördünüzsə, LED gördünüzsə, deməli monitordur, bəli. Wi-Fi də olar, ki, Wi-Fi kartı var, Wi-Fi qoşmaq olur. Başa düşdük. Qalanı da uyğunlaşdırarsınız. Sonra Mən 58 59 60. tak tezi nədir? Nə? Kompüterin Prosesor. 1 saniyəyə yerinə yetirilə bildiyi sadə əməliyyatların sayı və yaxud da ümumiyyətlə əməliyyatların sayı. Bu da birbaşa nəyin sürətinə təsir edir? Kompüterin sürəti, prosesorun sürətinə və yaxud da kompüterin sürətinə təsir edir. Prosesorun takt tezi. Ümumiyyətlə takt, bir taktçısı nə deməkdir? İki şey arasında qalan nəsə belə bir şeydir. Tam indi xatırlaya bilmədim. İki impuls arasında qalan məsafə idi mi? Nə idi? İki dalga arasında bir takt deyirlər. Fizika. Fizikada da sanki var. Amma burada biraz başqa anlamda şey, tezlik. Nəsə fizikada da var, fizikada da. Dalğa tezliyi var, omega. Bəli. Sanki omega burada taktdır, deyə bilərəm. Omega uzaq şey deyil. Uzaq, yox, omega, onu demirəm, çalar. Dövlətmə tezliyi var, nədir Bəli. olmadı? Period. Aysa, ola bilər bunun qarşılığında. Öğretmə tezliyi. Bazen. Hə, balaca indi. Balaca Period tezliyi, deyil, perioddur. O da dövlətmə T- müddətidir, deyəsən. Əndəki tezliyi olmalıdır, səhv bilmirsən. Balaca indi Böyük tezliyi. dövlənin sayıdır. Balaca dövlətmə tezliyidir. Böyük Aysa, T. bu dövlətmə tezliyi dediyimiz şey ola bilər bir tane. Balaca T-də zaman. Fiziki qarşılığı belə ola bilər. Nəysə, eyni anda emal olunan informasiya bitlərinin miqdarıdır. Tam tezliyidir bu. Tam tezliyidir. Bu nə idi? Kompüterin nəyi? Həmən. Məhsullar. Yox. Yox. Eyni anda emal olan informasiya. Uşaqlar, eyni vaxtda olan bitlərin sayı hesablama dəqiqliyi var idi prosesorun. Oldu. Kompüterində şeyi, mərtəbəliyi, prosesorun mərtəbəliyi kompüter hesablama dəqiqliyi. Bitən. Yəni, necə bitdiydi də, 16 bitdiydi, 16 Hə, bitdiydi. 32 Bəli, o məsələdir. Bunun variantını görmədim. Hər bir elementar əməliyyatı sərf olunan zaman. Bu nədir? 5. Tak tezliyi. Yox, tak tezliyi əməliyyatların sayıdır. Heç bir uyğunlarına. 1 saniyədə yerinə yetirilən elementar əməliyyatların sayı 100% tak tezliyidir. Birinci, prosesorun bilavasitə hesablama işlərini görən hissəsidir, nüvəsi. Dedim, axı, nüvələr açıq bağlı söhbəti. Bayaq dedim, yazı gəldi. Operativ yaddaşı oxuma yazma zamanı verilənlərin nüsxəsində yazılır. Keşir. Qalanlarda heç bir naib deyil. CD-yi. Təzələr keçək. Səbirli ol da. Sən evə getməyin dərdini edirsən, mən bilirəm. Sən yoxsa təzə dərsin dərdində deyilsən. Səbir bax. Heç nə olmaz. Ömrüm bu. Nəysə, printerləri keçmişi izah eləməyəcəm 61-i. Anlaya yazmış. 60-ını izah eləməyəcəm. Yəni. Pardon. Çünki asandır, monitoru bəs sual cavab elədim. Bəli. Printer elədim, skaner elədim. Yazı Skanerin uşaqların növləri bax, şirik kod idi. Sonra flatbed idi, overhead idi yuxarıdan, bir də shift idi, arasına da. Mən dedim ya, ondan Bir də o saxlaya bilər.